Bilmirəm, Uzbekistan lideri idi, yoxsa Qazaxstan lideri idi. Dedi ki, mən bir şəbəkəmi, bir biznesimi bir dənə xaş-xaş yağının üstündə qurmuşam. Esmira xanım, bilmirəm siz onda qulaq astınız ya yox. Seminarda bunu qeyd eləmişdilər. Və mən biznesimi bir dənə klimbal masaj kreminin üstündə qurdum. Yəni bir alıcı kimi gəldim əslində. Tövsiyə elədilər ki, ailəyə lazım olan bir məhsuldur. Mən də dedim, götürüm, baxım bir görüm necə olan bir şeydir. Amma xanım mənə təklif elədi. Yəni bu arada məni bu biznesə gətirən Rubab müəlliməyə mən böyük təşəkkürümü bildirirəm ki, yəni bir dənə bu masaj kremi mənim həyatımı dəyişdi. Və gözəl insanlarla tanış oldum. Şükriyə xanımla tanış oldum, Lamiyə xanımla tanış oldum və mənim gözəl Ersaq Azərbaycan ailəsindən tanış oldum. Bu kremi mən aldım. Necə aldım? Yəni bir alıcı kimi almadım. Tövsiyə elədilər ki, mən şirkətin üzvü oldum. Endirimlə aldım. Bir neçə məhsullar götürdüm üstündə və hədiyyələr götürdüm. Hədiyyələri götürdüm. Təbii ki, bu qədər məhsulu görəndə öz-özümə hesab kitab elədim ki, bu nə gözəl bir şirkətdir ki, burada bu qədər hələ məhsulu işlətməmişəm, keyfiyyətini də bilmirəm. Bu nə gözəl bir şirkətdir ki, bu qədər hədiyyə verir. Sevincək olaraq gətirdim bunu, açdım, baxdım. Yaxınlarımı, öz yaxın insanlarımı yığdım, göstərdim. Amma ancaq hələ ki özüm istifadə edirəm və bunu məsləhət heç kəsə görmədim. Özüm istifadə eləyəndən sonra bunun böyük bir faydasını gördüm. Birinci bilməyərəkdən, bir də bunu deyim, qeyd edeyim ki, mənim müharibə devrində qoşuldum şirkətə. 2020-ci ildə qoşuldum. Sentyabrın ortaları idi hardasa. Bugün Lamiyə xanım elə gözəl, belə saatına, dəqiqə kimi bunu qeyd elədi. Nə vaxt qoşulduğumu. Müharibə devrində Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidlər xəbəri gəldikcə mən stresslər yaşadım. Stresslərdən artıq məndə elə bu ərafədə, bu 44 günün içində məndə zob yarandı. Bir gün halım çox pis oldu və həkimə götürdülər məni. Həkimə götürəndə dedilər ki, zobu var. Amma ondan əvvəl, yəni məndə zob yox idi. Mən bu masaj kremini hər gün boğazıma çəkirdim. Hər gün belə qəşəng masaj eləyirdim bu kremlə. Həkim oradan mənə dəva dərman yazanda dedim ki, bəs doktor, mən şirkətdəyəm, Ersaq şirkətində. Mənim məhsullarım çox sağlıqlı məhsuldur. Mən kimyasaldan çalışdığım qədər artıq uzaq dururam. Çünki qərar vermişəm ki, həyatımdan bu kimyasalı çıxardacağım. Xanım dedi ki, eşitmişəm Ersaq şirkətini, sadəcə olaraq hələ bizim icazəmiz yoxdur onları sizə tövsiyə eləməyə, amma siz mənə bu qida əlavələrinin haqqında atın. Baxın, mən oxuyum, sizə oradan nə məsləhət görərəmsə, siz onları içərsiniz. Mən gəldim evə, mənə kalsi 4-ü birində tövsiyə olundu. O vaxtda stoklarımızda var idi. Kurkumin tövsiyə olundu və kakos yağı. Bunların hamısını mən istifadə elədim. 3 aydan sonra getdim. Zobdan əsər əlamət qalmamışdı. Və bu mənim ilk uğurum idi. Yəni özümün üstümdə artıq təcrübə aparmışdım. İndi Gənrə xanımı saxlamaq olar. Gənrə xanım artıq nəticə alıbdı. Daha yaxınlarıma, qohumlarıma, rəfiqələrimə hamısına çalışıram ki, bu məhsulları çatdıram. Və 2 ay ərzində bunu qeyd edeyim ki, ilk öncə sifarişi qızımın adına çəkmişdik. Yəni sonra da özüm qızıma üzv oldum. Bütün qohum əqrəbə, tanışlar, hamı qızımın üzvü oldu və qızım artıq, mən də onun üzvüyəm, qızım öncü çıxır. Mən də onun artıq gedirəm arxasınca. 2 ayın ərzində, Allah Şükriyə xanımdan da razı olsun, Lamiyə xanımdan da, 2 ay ərzində təsəvvür eləyin ki, özüm, qızım, bacım, üçümüz də öncü çıxdıq. Yəni operativ şəkildə işimiz getdi. Nəyə görə? Məhsullarımız bizi çox doğrultdu və biz o qədər ürəklə bunu hər kəsə tövsiyə elədik. Hər kəsi cəlb eləməyi bacardıq. Yəni nə vaxt ki məhsullarımız bizim üzümüzü ağardır, biz orada
bayaq qızlara deyirəm, mənim bir üzvüm var, həmişə ona deyirəm ki, məhsullarımız haqqında ağzı dolusu danışa bilərsən. Yəni məhsullarımız üzümüzü ağardan bir məhsullardır. Çalışın, məhsullar haqqında ətraflı məlumat verin. Ondan sonra öncü kariyerimizi tamamladıq və təbii ki, başladıq işimizi daha ətraflı öyrənməyə. Lamia xanımı da bir sözlə bezdirmişdim da, yormuşdum Lamia xanımı. Haqqını halal eləsin. O qədər ona suallar verirdim. Biraz Türk dilində yaxşı bilmədiyim üçün birbaşa Şükriyə xanıma sözümü yönəldə bilmirdim. Ona görə Lamia xanım ortadaydı. Tez zəng vururdum. Lamia xanım, Şükriyə xanıma deyin ki, bu necə olmalıdır? Mən bunu öyrənmək istəyirəm. Tez öyrətsin, mənə dönüş eləyin. Hər sualımı yönəldirdim və onun cavabını alırdım. Cavabımı aldıqca da təbii ki, ürəyim açılıb sevinirdi, daha qabağa gedirdim. Və bugünlər qarşınızda bronz öncü olaraq gəlmişəm. Amma istəyirəm biraz işimin prinsipi haqqında danışım. Bəziləri indi sistemə üzv olurlar, məhsullarını çəkirlər və belə deyək də, elə çoxları artıq biznes qurmaq istəyirlər. Biznes qurmaq istəyən üzvlərə mənim tövsiyəm o olar ki, işin məsuliyyətini daşısınlar. İlk öncə budur. İşə məsuliyyətli yanaşsalar, işlərini düzgün şəkildə qurmuş olacaqlar. Yəni, bilirsiniz necədir? İnsanın özünə güvəni olmalıdır. Özü özünə inanmalıdır. İstəməlidir və hərəkətə keçməlidir. Mən heç kəsdən bəhanə qəbul eləmirəm. Qızlarım da burada, öncülərim otururlar. Mən bəhanələr qəbul eləmək xoşlamıram. Kimsə nəysə deyəndə deyirəm ki, bu mənim üçün bəhanədir. Çünki insan istədiyi yerdə hər bir çətinliyi aşır. Hər bir çətinliyi. Bir işi görmək üçün insan əlinə alır və o işi qabağa aparır. Görməmək üçün milyon dana bəhanə gətirir. Hay məhsulu baha dedilər, hay istəmədilər. Nə bilim, yəni bəhanələr çoxdur. Həddindən artıq bəhanələr çoxdur. Amma mənim üçün o bəhanələr yoxdur. Və ona görə işim yəni uğurla qabağa gedir. Çünki mən bəhanə bilmirəm. Mən deyirəm, işimi əlimə götürdüm, mən gedirəm qabağa. Və qabağa getmək necədir? Məqsədli şəkildə getməkdir. Məqsəd nədir? Hər kəs məqsədi necə görür? Mən məqsədi bir iynə ucu qədər işıq görürdüm ilk öncə. O iynə ucu qədər işıq nə vaxt böyüyür? Biz ona qarşı addımlayaraq gedəndə, düzdür, biz nə qədər o addımlarımızı iti eləyəcəyik, o işıq bizə daha yaxın olacaqdır və biz daha tez məqsədlərimizə çatmış olacağıq. Və o məqsədə çatmaq üçün inanın ki, çətinliklər də olur, razıyam. Çətinliklərdən çox rastlaşırıq, mənim özüm də rastlaşmışam. Çətinliklər en qədər olur. Amma nə lazımdır bu işdə? Davamlıq olmalıdır. Davamlı olmalıyıq bu işdə. Yox, kimsə dedi ki, bahadır məhsul. Yox, kimsə yox dedi. Mənim ən yaxınım yox dedi. Yox, mən əlimə ayağımı salladım. Elə bir şey yoxdur. Əgər bir də bu işdə deməli çətinlik olmalıdır ki, işin də qədrini biləsiniz. Nə qədər təbii. Yəni hər iş o çətinlikdən yaranır, gözəlliklər yapışasınız. Yəni çətinliklər olmalıdır ki, biz artıq işimizin daha yaxşısını edə bilək. Bugünkü çətinliklər bizi möhkəmləndirir. Bugünkü çətinliklər bizi geri çəkməməlidir. Bəli. Bunları da vurğulayaq, xanımlar bilsin ki, yəni çətin olan kimi çətinlikdən qaçmıyor. Yəni hər çətin işin ardından bir rahatlıq gəlir. 100%. Asanlıq gəlir. Ona görə də hər bir işdə olduğu kimi burada da var. Və bizim üzvlərin çoxsu, bilirsiniz, bu çətinliklərlə qarşılaşanda artıq vaz keçirlər. Vaz keçsəydim, bugün mən də burada olmazdım. Vaz keçmədim ki, qabağa gedirəm. Həmd olsun, hədəflərim böyükdür. İnşallah ki, Allah hər kəsi öz hədəfinə, öz məqsədinə çatdırsın. Allahın izni ilə hədəfim Lamia xanımdan müdürlükdür, inşallah. İnşallah.
Olacaq. Ee, Eminik bir buna. də Çünki bunu sizin deyim kimi bir ki, lider var bu işin başında. Allah razı İnşallah. olsun. Mən də özünüzdən aparın. İnşallah, mütləq, mütləq. Yəni çiyin-çiyinə hep beraber. Allahın izniyle və bunu da deyim ki, yəni bayaq qeyd elədiyim kimi məsuliyyəti hər kəs özünə götürsə, öz çiyninə götürsə, uğurunun məsuliyyətini kiminsə çiyninə qoymayın ki, mən uğur qazanmaq üçün, mənim uğurumda uğur qazanmaq üçün sən məsuliyyət daşıyırsan. Elə bir şey yoxdur. Mənim məsuliyyətim öz üzərimdədir. Mənim uğurumun məsuliyyəti öz üzərimdədir. Ramiz Rövşəndinin çox gözəl bir sözləri var. Deyir, yuğurdum, yapdım özümü. Doğradım, tökdüm özümü. Nə yaxşı tapdım özümü, böyrümdən yan keçmədim. Mən böyrümdən yan keçsəydim, təbii ki, bu saat burada olmazdım. Və hər birinizə tövsiyə eləyirəm ki, öz üzərinizdə işləyəsiniz. Bilirsiniz necədir? Bəhanələr, yenə deyirəm, o bəhanələr bizi bəzən geri çəkir, geri aparır, qoymur irəli getməyə. Özünüz üçün bariyerlər qurmayın. Həmişə qabağa getməyə çalışın. Çətinliyi aşmağa çalışın. Çətinlik yolda çətinliyin qarşısında durmayın. Durmayın. O çətinlikdən mütləq yol var. Mütləq o yolu axtarın, tapın. Bir də məsləhətim budur ki, mənim yəni iş prinsipimin şüarı budur. Həyatınızda negativ insanları çıxardın. Negativ insanlar sizi geri çəkirlər, bataqlığa aparırlar. Onları kənarda qoyun və sizlə uğura getmək istəyənləri tutun əllərindən, çiyin-çiyinə gedin qabağa. Görün nə gözəl uğurlar qazanacaqsınız inşallah. Gəncə xanım, bilirsiniz nə maraqlıdır bizim indi buradakı üzvlərimizə? Buyurun, Üzvlər buyurun. səbirsizliklə bu sualın cavabını gözləyir. Buyurun. Komandanızla necə bir çalışma edirsiniz? Məsələn, bir ay içərisində hansı çalışmalar edirsiniz? Komandanızla necə bir yol çizirsiniz özünüzə ki, baxın, bu ay bizə hədəf qoyulub bu puanı. Bu puanı biz necə çıxartmalıyıq? Hansı çalışmalarla edirsiniz onu? İlk öncə Zümrüd xanım öz səhvlərimizin üstündə işləyirik Aha. komandayla. Hansı səhvləri buraxırıq biz? Biz bunu eləməsək, biz səhvlərimizi görməsək biz qabağa gedə bilmərik. Əlbəttə ki. Biz səhvlərimizi tapırıq, o səhvlərimizin üstündə işləyirik. Ondan sonra planlarımızı təbii ki qururuq. Mən çalışdığım qədər üzvlərimlə ayrı-ayrılıqda əlaqə saxlayıram, ayrı-ayrılıqda danışıram. Və hər kəsin şəxsidə öz o çətinliklərinə yol tapmağa çalışıram. Təbii ki, məsləhətlər veririk. Lazım olanda deyirik ki, görüşlər olsun. Özləri öhdəsindən gələ bilmirlərsə, təbii ki, bunların yanlarındayıq həmişə. İş prinsipimiz bu cür gedir yəni. Bir də bir şey deyim. Bilirsiniz, həyatda insan qabağa getmək üçün arxadan körpüləri yandırmalıdır ki, geri dönüşü olmasın. Qabağa getdikcə bilirsən ki, arxaya dönüş yoxdur. Körpü yanıb, yandırdım, keçdim. Yandırdım, keçdim. Dönüş eləməyəcəksən, ancaq irəliyi görürsən onda və ancaq irəli gedirsən. Bu da insanı uğura aparır. İnsanı çox gözəl uğurlara aparır bu prinsip. Düzdür, çox düzdür. Bəs Qəndər xanım, liderlərinizə hədəf verirsinizmi? Aylıq içərisində hədəfləri ilə çalışırlarmı? Yəni şirkət sizə verdiyi hədəf ayrı, bronz olaraq. Bəli, bəli. Liderlərinizə də mi hədəflər verirsiniz və liderləriniz bu hədəfi tutturmaq üçün çalışırlarmı? Zümrüd xanım, liderlərimizin hədəfləri də olur, yeni kariyer atlayanların hədəfləri də olur. Bir şey deyim ki, yəni elə liderlər var ki, indi hər kəsdə var da. Lider oldu, arxayınladı, əlini yanına qoydu da oturdu. Bəssalam, deyir, hə, vəsə lideram, qutardım bundan da, çatmışam. Yəni burada qatılan liderlərim öz üzərinə götürməsinlər. İnşallah ümumilikdə danışır. Ümumi danışıram. Yəni şəxsi deyil. Ümumilikdə danışıram bunu. Məsləhətim odur ki, o durmaqla
ziyan ancaq özlərinə gəlir də. Çünki network elə bir şeydir ki, heç kəsi gözləmir. Düzdür. Bugün hər kəsin öz məqsədi var, düzdür? Və hər kəs öz məqsədinə doğru gedir. Amma bugün bizim köməyimiz varsa da, o köməkdən istifadə eləmək lazımdır. Sabah tək qalmamaq üçün. Çünki lider öz yanında olanı tutur əlindən aparır. Çünki o onu istəyir. Mən bugün, Lamia xanım, zəhmət olmasa kameranızı açın, mikrofonumuzu açın. Mən Lamia xanımla tələb eləməsəm, mən Lamia xanımla bunu istəməsəm, Lamia xanım mənim əlimdən tutub aparası deyildi, düzdür? Nə qədər məni çəkəcəkdiniz? Bir dəfə, 2 dəfə, 5 dəfə deyəcəkdiniz, bu insanın məqsədi yoxdur, mən bunu hara aparım? Bəli, mən heç vaxt geriyə baxmıram. Nə Əlimdən gözəl. gəldiyincə oluram. Səsiniz uzaqdan gəlir Lamia xanım. Səsiniz gəldirək sadəcə olaraq bulanıq və uzaqdan gəlir. Yəqin siz qulaqlığa vurmursunuz, oradan gedir səs. Ola bilər. İndi normal eşidilir. Normal deyildir. Ev yox deyil. Uzaqdan da eşidilir. Qətvən dinləyərik, ev yox. Bugünkü seminarımızın linki də biraz bizi ləncitdi, ev yox. Bu günlərin problemi yaşadıq. Çünki buradayıq. Ələcim ona qalmışdı ki, bir dənə yerin ikinci telefon varsa evdə, mən ora görüntülü yığım da oradan izləyim. Artıq ona məcbur idim. Yəni geri baxmıram. Mən Zənə xanım özdə bilir, əlimdən gəldiyincə komanda yoldaşlarının yanında oluram. Lütfiyə xanım bizə belə öyrədib. Hər üzv öz sponsorunu mütləq ki, kopyalayır. Biz də Lütfiyə xanımı kopyalamışıq yəqin ki. Bəli, bəli. Çox əlimizdən tutur. Biz də hər yeni üzvümüzün əlindən tuturuq. Əlimizdən gəldiyincə yardımcı oluruq. Amma o gəlmək istəmirsə, mən heç vaxt geri baxmıram. Ancaq önə. Dönüb dolaşıb gəlirlər. Bir zaman keçdikdən sonra gəlirlər. O zaman heç nə olmamış kimi yenə sıfırdan başlayırmış. İlk dəfə başlayırmış kimi yenə yanındayıq. Amma heç vaxt geri baxmıram mən. Çox gözəl. Çox gözəl Lamia xanım. Bir də bunu qeyd edim ki, Zümrüd xanım, bizim nəfərlərdə biraz da tənbəllik var. Öz komfort zonalarından çıxmaq istəmirlər. Bəhanələri o qədərdir ki, ev işləri o qədərdir ki. Amma bugün məni tanıyanlar deyə bilərlər. Dini qruplarda varam. Quran Allaha şükür oxuyub tapşırılmalarda varam. Ev işlərində varam, çöl işlərində varam, Ersakda da varam. Yəni mən bunların hamısını bir yerdə aparıram, hamısını da çatdırıram. Mən bəhanə gətirmirəm ki, bugün qar yağdı, söyüqdür, mənim bu işim getmədi. Ya nə bilim, mən çatdıra bilmədim, mən bunu eləyə bilmədim. Çünki mənim məqsədim var. Mən məqsədimə görə, yəni özümə bugün əziyyət verirəm. Özümü bax bayaq dedim, mən yuğruf yapıram. O yuğrup yapıram, ortaya da bir şey çıxarda bilirəm, şükürlər olsun. Və bunu hər kəsə tövsiyə edirəm. Hər kəsə tövsiyə edirəm ki, hər kəs öz üzərində işləsin. O komfort zonasından çalışsın, çıxsın. Yəni Allah bu şansı veribsə, qarşımıza bu cür şirkət çıxardıbsa, bu cür məhsullar çıxardıbsa, biz buradan görün nə qədər dualar qazanırıq. Nə qədər gözəlliklər biz burada görürük. İlk öncə gözəl kollektiv, gözəl insanlar, sağlıq, gözəl qazançlar. Biz bunu niyə qırağa kənara qoymalıyıq və nəysə başqa bir şeyin arxasınca getməliyik? Axı bunu Allah bizim qarşımıza çıxardıb, lütf eləyibdi bizə. Ona görə də hər birimiz əl-ələ verib qabağa getməliyik. Ancaq qabağa. Başqa yolu yoxdur buranın. Bir şirkət ki, insanları ən ağır xəstəliklərdən müalicə eləyir. Bir şirkət ki, insanlara bu qədər savab qazandırır, bu qədər insanlar dualarla dönüş eləyirlər. Bundan gözəl nə ola bilər insan üçün? Bir şirkət ki, küçük bir sərmayə qoyursan, onu da özünə alırsan, o sərmayəyi boş-boşuna yatırım eləmirsən. O məhsulları özün üçün alırsan və bu məhsullar
sənə böyük bir biznes qurmağa imkan verir və sən oradan gözəl gəlirlər əldə edirsən. Bu biznesi, bu şirkəti əldən buraxmaq olar? Təbii ki, olmaz. Mən burada varam. Allah ömür versin. Amin. Ömrümün axırına kimi də, yəni Allah izin versə, varam, olacam da. Çünki mənim böyük məqsədlərim var. O məqsədlərimdən də heç vaxt vaz keçmərəm. Heç bir çətinliyə baxmayaraq yıxılaram da, qırılmaram amma. Deyir, bir ağac əyildi. Əsas odur ki, sınmasın. Sınmasın. O əyilən ağac mütləq qalxacaq bir də geri. Mütləq. Mən neçə dəfə əlsəm də bir daha geri qalxacam Allahın izni ilə. Mən neçə dəfələrlə sıfırdan başlamışam şəbəkəmi. Sıfırdan. Amma yenə də ayaqdayam. Şükürlər olsun. Allah hamınızdan razı olsun. Allah hamınıza kömək olsun. Maşallah Sənirə xanım, maşallah, ağzınıza sağlıq. Efruz xanımın hər zaman bir sözü vardır. Efruz xanım hər zaman deyir ki, Ersağda başarı o insan kazanacak ki kim Ersağ'ı sevecek. Sevecek. Ersağı sevmek lazım, ürünü sevmek lazım ki başarı elde etmek için. Bəli, Ve Esmira xanım. sizin sözlerinizden ben gördüm ki hakikaten siz hem şirketi seviyorsunuz hem ürünleri seviyorsunuz. O yüzden yani başarı da kaçınmazdır. Sənirə İnşallah xanım, Esmira maşallah, xanım. müdür adayımız. İnşallah arxanızca gəlir Allahın izniyle. İnşallah, inşallah. Yani ersaq sevdası o kadar Mən deyəsən bağladım yenə sizin səsinizi. Buyurun, O buyurun. birini bağlayın, ne məsələsi meseledir? yoxdur. Diğerlərin səsini açırlar, onun üçün evdə səslər çox gəlir. Eybi Səs yoxdur. açır bura. O Neynək, səsə eybi bağlamaq yoxdur. deyil, mən sizi bağlayıram mən. Olan şeylerdi. Yani ersaq sevdası içimde o kadar büyüktü ki inanırsınız hara getsəm mənim ersaqdan başqa mövzum yoxdur. Hansısa bəhanəyi eləyəcəm, mən o ersaqdan o söhbəti mütləqdir ki salacam. Yəni Və harada getdiyim çıxarsa yerdə bura gəlir. nə etsəm də bəli. Yəni ersaqdan söhbəti saldımsa mənim oradan üzvüm mütləq ki olmalıdır. Mütləq, o qaçılmazdı. O gün seminarımız var idi. Sadə bir görüşə getmişdim. Qurdum qəşəng seminarı. Xanıma dedim ki, mən üzr istəyirəm, amma mənim seminarım var, mən mütləq ona qatılmalıyam. Bu mənim işimdir. İşimin ciddiyyətini göstərdim. Açdım, səsi də biraz alçaqdan qoydum. Söhbətimi elədim. Sonra qatıldım seminara. Dedim, üzr istəyirəm, məni biraz gözləyin. Qatıldım seminara, sözümü dedim. Xanım, mənim işimin ciddiyyətini gördü, maraqlandı. Və mən xanımı üzv elədim. İnsanlar siz nə qədər işinizi sevdirsəniz onları da elə görəcək. Bəli. Amma bizim çox üzvlərimiz təəssüf ki, biraz bilirsiniz, tənbəllik millilər, heç kəs inciməsin məndən. Biraz Tənbəllik deyil. Azərbaycanda, Qənrə xanım, belə deyim sizə, biznes anlayışı o qədər də geniş yayılmayıb. Zümrüd xanım, o da bəhanə. O da bəhanədir. Onlayn biznesə bizim Azərbaycanda yəni o qədər də nə inam var. Bilirsiniz, bu da nəyin nəticəsidir? Bu da digər firmaların Azərbaycana gələrək onları o qədər aldatmağının, Bəli. onları yanıltmağının, Bəli, tamam doğru. onları ilə oynamağının nəticəsidir ki, artıq Azərbaycanda onlayn biznesə o qədər inanılmır. Bunları biz inandırmalıyıq. Bunları biz göstərməliyik ki, burada həqiqətən qazanc da var. Burada real qazanc götürürsünüz. Sistem sizə rahat sistemdir. Yəni sizə uyğun hər şey var burada. Zümrüt xanım, çox üzr istəyirəm. Qənrə xanım. Buyurun Nərgiz xanım. Bax, buyurun, bizim öncü yardımcısı Ağsudan gəlir. Sağ-salamat gəlir. Sağ-salamat, yollar açıq olsun inşallah. Maşındadır canım mənim. Sağ-salamat gəlsinlər. Çox sağ olun. İnşallah yolları, inşallah öncülük, bronzuluq müdürlüyü olsun. İnşallah. Qahir bəy də yanındadır, ona dəstək olacaq, bizə söz verib. Bu xanım İnşallah. Seminarda deyildi, dünən şənlikdədir, yeni şənlikdə. Bəli, bugün səhər gediblər, indi qayıdırlar. Ona görə baxın, bəhanədən danışdıq. Görürsünüz, yol gəlir. Üzrdən gəlir, Allah rəhmət eləsin. Allah şad günlərə qismət eləsin. Amin. Buyurun, baxın. Maşında bizə qulaq atır. Daha doğrusu Qənrə xanıma.
Can. Çok sağ olun. Allah razı olsun. Hamımızın yolu uğurlu olsun inşallah. Amin. 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 Əzizlərim, Amin. axşamınız xeyir olsun. Hər birinizi xoş gördük. Dünən mən Axşamınız xeyir, Firuz xanım. təqdirimizdə Qəmrə xanımın gözlərindəki o sevgini bir daha əminliklə gördüm. İnanın ki, həqiqətən bu sevgi bizi irəli aparacaq. Bizim İnşallah. özümüzdə o qədər güclü sevgi olmalıdır ki, biz də onu insanlara ötürə bilək. İnanın o Evet. zaman bütün Azərbaycan həqiqətən digər deyək ki, belə deyim, şəbəkələrdən nə qədər negativ alsalar da təbii ki, bunlar düzdür. Zümrüd müdürüm çox gözəl vurğuladı. Amma biz bunların öhdəsindən gələrik. Çünki bizim əlimizdə həqiqətən bir xəzinə var, xəzinə. Biz Bəli, istər məhsulla, istər iş imkanlarımızla, yəni burada o qədər gözəl hər tərəfli bir vəhdət var, elə bir gözəllik var ki, yetər ki biz bunu olduğu kimi tanıya bilək. Olduğu kimi insanlara göstərə Tanıda bilək, bilək. tanıda bilək. Tanıda bilək. Bax, sevgi budur. Biz sevərək sevdirməliyik. Bəli. Yəni, həqiqətən neçə gündür digər liderlərimizin də bu cür ki, təlimləri gedir. Hələ siz Şahdağın liderləri görəsiniz inşallah. İnşallah. Hə. İnşallah. İnşallah, vallahi biz sizləri gördükcə fəxr edirik, qürurlanırıq. Düşünürük ki, həqiqətən daha güclü inkişaf gəlir. Buyurun. Biraz da ondan istəyirəm danışım. Yəni bəzi nəfərlərimizin bəlkə də burada sualları yaranacaq ki, insanlara necə yanaşırsınız? Suallar o qədərdir, Qəmrə xanım. Suallar çoxdur. Mən sizi gözləyirəm, bitirəsiniz hələ. Elə Əlbəttə ki, Hə, sizin bir dənə burada mən dəvət orada- üsulunuz bizə çox maraqlıdır. Bizim komandalarımıza çox maraqlıdır. Yəni Aha. tam necədir komandası böyüyür? Yeni Aha. üzvləri hansı taktikalardan istifadə edib dəvət edir? Komandasına ilk gəliş olanda qayda olaraq nə qoyur? Məsələn, komandamıza bir üzv gəldi və bu üzvün ilk qaydası nədir? Nə etməlidir? Alış-verişdən söhbət getmir. Ümumiyyətlə, yəni Hı. bunun qaydası nə olmalıdır? İşləri necə olmalıdır? Hansı Aha. yönləmlərdə dəvət edirlər? Baxın, bunlar çox maraqlıdır komandamıza. Tamam. İlk öncə onu deyim ki, yəni dəvətdə necə belə deyim də taktika ilə istifadə edirəm. Hal-hazırda bax qabağımda stakan var. Aha. Hansı çayınızı dəmləyirsiniz? Bir dəqiqə. Bu stakanı görür də hər kəs. Düzdür? Bəli, bəli. Dolu stakandır. Mən bunu doldura bilərəmmi artıq? Doldura bilmərəm, düzdür? Taktikdən söhbət gedir. Mən bunu nə vaxt doldura biləcəm? Doldura bilirəm indi. Bəli. Bəli. İnsanları görüşəndə yükləməyin. Birinci dinləmək qabiliyyətiniz olsun. Üzr istəyirəm ha ifadəmə görə. Yəni bəzi cümlələri bəlkə düz qurmuram. Ruskoyaziçliyəm, rus məktəbi bitirmişəm, ona görə üzrlü hesab eləyin məni. Yəni birinci insanların beynini boşaltmağa çalışın. Görün o insanlara nə lazımdır. Onları nə narahat eləyir. Dinləyin onları. Dinləyəndən sonra ondan sonra nə informasiya versəz onların çaşkasına beyninə dolacaqdır. Aydındır hər kəsə. Yəni bu birinci taktikam, birinci usulumdur. İkinci sualınız Qəmrə nə xanım. idi? Can. Üzrlü sən Durban İkinci səs sualımız qırıq-qırıq neydi? gəldi. Mən tam eşidə bilmədim. Ola də o başa salası o stəkanın suya töksüz nə oldu? Necə oldu? Aha. Üzrlü sən qurban sizə. Bir də Çox yo qırıq yo oldu onun üçün. estağfurullah, estağfurullah. Mən burada Yəni onu demək göstərmək istədiyim istədim ki, buyurun Zümrüt xanım, buyurun. Əli xanım, siz orada onu anlatın xanıma ki, yəni mən bu istəşanı boşaltdım. Burada nə demək istəyirəm? Onu deyil, xanım başa düşsün. Tamam. Mən bu stakan dolu olarkən mən bunu doldura bilmərəm, düzdür? Bəli. İnsanların beyni dolu olarkən siz onu ersakla doldura bilməzsiniz. Çünki axıb gedəcək hamısı. Heç nə qəbullanmayacaq onların beyninə. Amma siz onu dinləsəz, siz görsəz ona nə lazımdır, nə istəyir, hansı problemi var? Siz sonra yenidən onun beyni boşalandan sonra onun beynini tamamilə rahat o depolayacaqsınız ki, nə lazımdır ona. Və insan qəbullanacaq bunu. Dolu beyin heç nəyə qəbullanmır. Düz belə desəz, o qəbul eləməyəcək onu.
Biz də burada nə deyirik? Düzgün sözü istəyirik çatdırmaq və çoxları deyir ki, görək mən buna izah eləyirəm, mən bu gözəlliyi buna çatdırmağı istəyirəm. Amma bu buna çatmır da, çatmayacaq. Çünki o buna bəlli deyil. Siz bunu o vaxt ona başa sala bilərsiniz ki, onu bir dinləyin, görün ona nə lazımdır, o nöqtədən yanaşın ona. Ay, İkinci sualımız nə idi Zümrüd xanım? Elə ikinci sualımız o idi ki, dəvət edəndə nə deyirsiniz? Hansı cümlələrdən istifadə edirsiniz yazıblar? Mənim üstümdə ersaq məhsullarından mütləqdir 100 milisi, ya sumkam böyükdürsə 200 milisi, balacadırsa klimbal masaj kremimdir, çantamdadır. Balaca sevdiyim lavinia ətrimdir, lilyum ətrimdir, daim özümləndir. Respirantım özümləndir. Yəni içdiyim bəzi vitaminlər, çantama sığanlar sumkamdadır və dediyim kimi insanlarla birinci çalışıram ünsiyyət qurmaq və sonra dinləyirəm ki, onlara nə lazımdır, hansı problemlər var onlarda. Və sonra onların bəli, sonra da o problemlərə görə yəni öz şirkətimin məhsullarını təklif eləyirəm və təbii ki, qəbullanan da var, biraz gözləyən də var, biraz düşünmək istəyən də var. Hər cür, yəni insanın qarşısına hər cür insanlar çıxır. İndi gözləyənlər haqqında deyəcəm. Nömrə verirəm, götürürəm, düzdür və daim paylaşımlar eləyirəm. Daim paylaşımlar. Mən heç vaxt yorulmuram. Mənim statusum heç vaxt boş qalmaz paylaşımlardan. Super Nərgiz xanım. Daim paylaşımlarımı edirəm. Elə insanlar dönüş eləyirlər ki, inanın, bəlkə də 4 ildir, 5 ildir məni izləyirlər. Və bugün uğurlarımı görürlər, başlayırlar dönüş eləməyi. Nəticələri paylaşıram, başlayırlar dönüş eləməyi. Və yeni üzvlərim də gəlir. Mənim ən yaxın Kərbəlayı yoldaşım elə hey bəhanələrlə qaçırdı. O qədər paylaşımlarım mənim onu cəlb elədi ki, hardasa bir 5 ildən sonra mən elə bir üzv olanda onu dəvət elədim. Yox cavabını aldım. Təbii razılaşdım ki, hər kəsin fikrinə hörmətlə yanaşıram. Amma mənim paylaşımlarım, davamiyyətim onu yenidən bu ersaq şirkətinə gətirdi. Və yenidən o mənə yazdı, istədi üzv olmaq və onun kariyerinə qalıqdı. Bu cür, yəni davamiyyətdən yorulmayın. Bir dəfə paylaşırsınız, sonra deyirsən, bir iki dəfə paylaşdım, yoxdur da heç nə, yazan yoxdur, istəyən yoxdur. Nə bilim, yəni əlinizi sallayıb ruhdan düşməyin. Və bunu deyim ki, sizin məqsədiniz var. Siz o insanlara görə gəlməyibsiniz ki. Sizin öz məqsədiniz var. Bu olmayacaq, başqası olacaqdır. Bu istəməyəcək, o birisi istəyəcəkdir. Nə qədər ehtiyac var bizim məhsullara insanların? Nə qədər? Nə qədər istəsəz və bir gün sisteminizə elə insan daxil ola bilər ki, bir insan bir şəhər ola bilər. Bir insan bir ölkə ola bilər. Və bunu hər zaman özünüzə qeyd eləyin və ağlınızda bunu saxlayın ki, pes etmək olmaz da bir sözlə. Çünki Allah Taala hər zaman qoyulan əziyyətin bəhrəsini verir. Heç bir zəhmət bəhrəsiz qalmır. Mütləq onu görəcəksiniz. Qənirə xanım, nə çoxda belə bir söz var, özür istəyirəm çox. Buyurun. Deyir, biri sənə yox deyəcək, ikisi sənə yox deyəcək. Üçüncü hardasa səni gözləyir. Bəli, Baxın, bəli. gözləyəni axtaracağıq. Bəli, bəli. Və Belə bir sual gəlibdi. Buyurun can, buyurun. Zobdan danışmışsınız. Siz deyirsiniz, zobun növü hansı idi? Zəhmət olmasa deyərdi. Ceyhuni xanım yazıb. Valla zobun növü tam dəqiqliklə ağlımda qalmayıbdı. Elə həkim dedi ki, zob əmələ gəlib sizdə bu stressdən. Yəqin ki, neysə zəhərli bir zob olubdu da bilmirəm. Növünü yalancı olaram valla. Ağlımda qalmayıbdı. Yəni 5 ilin söhbətidir. Hashimoto deyə yazılır. Yox, Hashimoto değildi. Yox, Hashimoto değildi. Bizim hər bir zobun, yəni fərqi yoxdur axı, onun hansı növü olur olsun. Hər bir zoba Hindistan cevizi yağı çox gözəl təsir göstərir və kalsidir, D vitaminidir, magnezyumdur. Bu istər-istəməz hansı zob olur olsun, məsləhət görülür. Zəhərli zob xaric. Zəhərli, hə. Çünki ehtiyac var bədənin ona.
Ülkər liderimiz də çox yaxşı bir cümlə işlədib. Kontaktımıza çox insan yığmalıyıq ki, bizi izləsinlər və baxsınlar. Bəli, Və bəli. onları Yeni insanlarla tanış olun. Nömrələrinizi alın. Birinci alın, sonra zəng buraxın, sizin nömrəniz düşsün. Elə yanınızda qeyd elətdirin. Ondan sonra statuslarınızı izləyəcəklər, mütləq izləyəcəklər. Mütləq, mütləq, bəli. Network əlaqələr üzərində qurulur. Bəli, Bunu da- bəli. Əlaqələr üzərində qurulur network. Şəhərlər, ölkələr bitməyib ki. Görün nə qədər ölkələrə çıxış eləyirik. Belə bir şey də deyək, Qənrə xanım, baxın indi Hə. nümunə olaraq özümüzdən götürək. Zamanında indi hələ biraz Azərbaycanda bu network açılıbdır, görülübdür, insanlar tərəfindən artıq qəbul olunur. 5 il 6 il bundan öncə bu o qədər də insanlar tərəfindən bəyənilmirdi. O qədər də gündəmdə deyildi, o qədər də insanlar çalışmırdı burada. Biz o zamanlar 6-7 il bundan öncə biz Almaniyadan, İtaliyadan, Fransadan, İsveçrədən, Rusiyadan, Qazaxıstandan, Özbəkistandan bunların hamısına biz qeydiyyat tapardıq. Halbuki bunların heç birində bizim qohumumuz, tanışımız yox idi. Bunların hamısı sosial medialardan gəlirdi. O sosial mediadan gətirdiyimizdən falan yerdə bir qohumu vardı, Behman yerdə bir qohumu vardı. Beləliklə biz oradan komanda qururduq. Bəli. Və bu 6-7 il bundan öncə idi. Siz indi düşünün ki, indiki dövrdə, indiki zamanədə hal-hazırki bir bu vaxtda bunu etmək çox asan ola bilər. Çünki İnternet devridir də indi. Əvvəl bu elektron, yəni ticarət falan yox idi, çətinlik idi. Amma indi hər şey asanlıqla olur. Burada oturursan, Amerika ilə əlaqə saxlayırsan. Bəli, bəli. Çünki koronanı elə gətirdilər, vaxta saldılar və interneti də bu zaman sürətlə ortaya buraxdılar. Və hələ bir internetdə o zamanda biz nə ilə işlədirdik? Bu bir proqramlar çıxmışdı. Onsuz biz o interneti işlədə bilmirdik. Hı. Onlarla da bizi elə elədilər ki, interneti bilməyənləri belə həmin vaxtda öyrətdilər ki, öyrənin internetdən istifadə etməyə. Bir tərəfdən xəstəliyi gətirdilər, ötürdülər canımıza. Bir tərəfdən də internetdən istifadəni bizə öyrətdilər. Ona görə də ki, bugünkü gündə internetlə hər bir yerə əlimiz çatır. Dil bildinizsə vəssalam artıq sizin qarşınızda duran heç kim ola bilməz. Dil bilməyənə qədər də elədir, amma dil bilsəniz bu sizin böyük bir avantajınızdır ki, yəni artıq başlayırsınız. Bunun üzərində siz daha yaxşı çalışmalar etməyə, dəvətlərinizi etməyə, dəvət olduqca da dəvət gedib bir başqa dəvəti gətirəcək. Bir elanınıza elə olar 100 nəfər yazar, elə olar 100 elanınıza bir nəfər də yazmaya bilər. Yəni bunlar normal bir şeylərdir, qeyri-adi bir şeylər deyil ki, deyəsən yoruldum, ruhdan düşdüm. Gündəlik evinizi süpürəndə, qabınızı yuyanda, yeməyinizi bişirəndə yorulursunuzmu? Bunu da eyni ilə elə düşünüb, elə çalışmaq lazımdır. Bəli, bəli. Təsdiqləsinizsə. Nə qədər ciddi yanaşsaq işimizə, o qədər işimiz qabağa gedəcəkdir. Nə qədər məsuliyyətli olsaq, o qədər işimizi daha gözəl şəkildə qabağa aparacağıq. Keçən illəri seminara, Türkiyə seminarına öncü olaraq qatılanda, o səhnəyə öncü olaraq çıxanda o qədər belə həyəcan basmışdı məni və sonra bronzların çıxışını görəndə belə nə bilim ürəyim lap belə o qədər həm bilirsiniz içimdə bir o duyğu var idi ki, o səhnədə mən də olmalıyam axı. O səhnəyə o bronz olaraq mən də çıxmalıyam. Niyə də mən yox? O bacarıbsa mən də bunu bacarmalıyam. O ağ paxıllıq deyirlər, o ağ paxıllıq idi içimdə. Onlar varsa mən niyə yox? Eyni. Bu bir də Paxıllıq deyil, qibdə etməkdir. Yəni paxıllıq hər şeydir. Biz yox, paxıllıq o ağ paxıllıqdır da, ağ paxıllıq. Yəni o yerdə mən də ola bilərəm. Mən də onun Bəli. kimi çalışa O bilərəm. bacarıbsa mən niyə bacarmayım bunu? İnanın ki, Bəkir bəyə mən söz verdim ki, gələn seminara mən bronz olaraq qatılacağam və sözümün üstündə şükürlər olsun durdum. Bu ili bronz olaraq qatıldım. Lalə, qızım Lalə, bizdə 2 bronz var da ailədə. Qızım bronzdur, bronz öncüdür və mənəm bronz öncü. Qızım bronz öncü olaraq qatılanda seminara mən öncü olaraq qatıldım. Bu ili şükürlər olsun mən bronz olaraq qatıldım və inşallah ki gələn il gümüş olaraq qatılaram Allahın izni ilə.
İnşallah, inşallah. Allah ürəyinizə İnşallah. görə versin. Daha da Cümləmiz yaxşısını olsun. edə biləsiniz. Çünki siz bu gücə, İnşallah canım mənim. bacarığa sahibsiniz. Allah razı olsun, var olasınız. Deməli, sualımız gəlir ki, neçə ay müalicə aldınız Qərə xanım Zobdan? 3 ay, 3 ay. 3 ay ərzində müalicə aldım. Yəni hüceyrə yeniləməsi bilirsiniz də 3 ay ərzində olur. Hər belə elə həkim də müalicə yazanda 3 ay ərzində deyir ki, müalicə almalısınız. Bizim məhsullarda 3 ay ərzində işlədəndən sonra onun nəticəsi çox gözəl, mükəmməl olur. Deməli, Ülker liderimiz yazıb ki, biz bir nüansı unutmayaq ki, işimizdə irəliləmək üçün biz öz komfort zonamızdan çıxmalıyıq. Təbii, onu mən Nəsə qeyd elədim. qazanmaq üçün bizdən nəsə verməliyik. Öz Bəli. gündəlik həyatımızda ersağın nə qədər olduğunu göstərməliyik. Bu çox effektiv olur. Xəstəliyimiz üçün səsim Xəstəliyim üçün deyir səsim. narahatlı deyil. Ona görə Aha. səsimi açıb danışa bilmirəm. Təbii, təbii. Çox doğru qeyd edir, bəli. Cəlalə xanım da bildirir ki, Cəlalə xanım hər sualını verdi. Gülnar xanım da bildirir ki, hər nə xəstəlik olur olsa, kurkumini içmək lazımdır. Bəli, bəli, çox Belə gözəl bir belə. məhsuldur. Bəli, bəli. Liderlərimiz çox gözəl sözlər yazıb sizə, çox gözəl uğurlar arzu edirlər. Hər biri sizin Bahəm, bəyəndiyini inşallah. bildirir. Hər biri sizin cəsarətinizə heyran qalıb. Burada hər biri yazılıbdır. Mən hər birinizi sevirəm mən. Allahın sevgisi ilə sevirəm hər birinizi. Aha. Baxın, bir hamısı o qədər gözəl sözlər yazıb ki sizə. Allah razı olsun hər birinizdən. Allah sizləri var eləsin. Buyurun, suallarınız varsa. Buyurun, dinləyirəm. Aça bilmədim ay Qənirə xanım. Sən açmısan Səsiniz ömrüm. eşidilir. Açmısan başqa dönüm. Deyirəm, nə kurkumindən başqa nə içdin o zopa görə? Kalsi, D vitamini, magnezyum yazmışdı. Bir də bu masaj kremini mən hər gün boğazıma çəkirdim. Hər gün. İndi bilmirəm. İnşallah ki bunun da təsiri olubdu. Yəni 3 aydan sonra dedilər ki heç nə yoxdur. Hindistan cevizi yağı. Hindistan cevizi yağı bir də. Təsir edir. Bəli, bəli. Axır telefon mənim başımı oynatır. Öyrənəcəksiniz Gülbahar xanım, öyrənəcəksiniz. Bax görürsüz işimizin gözəlliyini. Telefonu belə öyrənirsiniz. Hər bir şeyi öyrədir bizim gözəl, yəni işimiz. İnşallah. Bir də o sualınıza çox xoşum gəldi ki, yanınızdan negativləri kənarlaşdırın. Ay sağ ol. Bəli. Düz deyirsən. Elə insanlar var. İstəmir Ay ki, Gülbahar xanım, sizə negativ verənlər üçündür. Deyin biz onları uzaqlaşdıraq sizdən. canım ay Zümrüt müdürüm, canım mənim. Vallahi insanları deyir yol yoldaşı olmayınca, deyir qardaşını tanıyırsam, deyir yol getməmişəm bilmirəm. Aha. İnsanların içinə girəndən sonra uje bilirsən kim nə xəsiyyətli adamdır. Düzdür, düzdür. Haklısınız. Düzdür bizim, düzdür. İnanırsan Zümrüt müdürüm, mən inanırsan Qənirə xanım, mən 30 ilə yaxın zavodda işlədim. 30 ilə. Özümün də əlimin altında fəhləm də olub. Hələ günü bu günə qədər biz belə bax kollektiv yığılırıq, gedirik bir Nə restoranda gözəl, otururuq. nə gözəl. Bax müdüründən tutmuş fəhləsinə qədər bizdə ömründə seçkili olmuyor ki, sən süpürgəçisən, mən müdürəm. Yəni gözəl. sadəlik, birlik hər Bəli. şeyin başındadır. Bəli əzizim, Bu bəli, elədir. pisliyə nə var ki, insan bir-birinə saniyəlik pislik eləyə bilir, amma yaxşılıq qazanmaq çox çətindir. Düzdür. Bacarasan, ya gündən səhərə ümid yoxdur. Heç bilmirəm, Allah axşam yatanda Allah sənə deyirəm, salamat yataq, salamat qalxaq, bütün Amin, dünyanı. amin, Səhər amin. qalxanda deyirəm, çox sənə ilahi sənə şükür olsun ki, bu gün salamat durdu. İndi bir yaxşılıq qalacaq. Mən sizi söhbətinizi eləyin. Mən kəsməyim qabağınızı, ağrını alım. Sən, Qənirə əstəğfirullah. xanım, mən onları sizə Həcəm. bir söz deyim, bu barədə bir Buyurun, danışım. Əzizim. Burada Buyurun. yeni qoşulanlar da var. Yeni qoşulanlar var. Aşağı kariyerdə olanlar var. Aha. Biraz büdürürlər, deyirlər ki, kimə deyirik, deyirlər bahadır, bahadır. Bax bu barədə sizə də sözsüz deyirlər ki, bahadır, Təbii, bilirəm. təbii. Bax bu barədə çox xahiş edirəm, bu bizim biraz Nərgiz xanım, yeni bir gələnlər. işin ötəsindən gəlmək üçün öyrənmək lazımdır.
öyrənmək. Bəli. Siz üzvlərinizə, yəni sizin üzvlərinizə elə ümumiyyətlə elə öz üzvlərimə də məsləhət görürəm ki, məhsullar haqqında düzgün şəkildə öyrənsinlər Bəli. və Mütləq. bax o bahadır deyirlər ha. Gözəl video roliklar çəkilir. Xanımlar əziyyət çəkirlər. Sağ olsun hər birindən Allah razı olsun. O qaf şampununu paylaşırlar gözəl videolarda. Yəni insanlara bunu öyrənmək lazımdır ki, düzgün şəkildə çatdıra biləsiniz. Bəli. Çatdırandan sonra təbii ki, onlar da fikirlərindən dönəcəklər. Baha nəyə deyirlər? 120 manatlıq məhsula 5 dənə məhsul sifariş çəkirsən. Axşamınız xeyir olsun. Axşamınız xeyir müdürüm. Necəsiz? Hoş gördük hər birinizi. Hoş gördük değerlimiz. Biz də sizi xoş gördük. Uğurlar size. Əminəm Çox ki, sağ olun. gözünüzə bilgiləndirmə gedir. Çalışdığım qədər Həcər xanım. Əminəm bundan. Əminəm. Allah Uğurlar razı sizə. olsun. Var olasınız. 120 manata 5 dənə məhsul çəkdim. Üstündə də 5-li kampaniyada tutalım ki, 5 dənə hədiyyə götürdüm. Bölün 120 manatı 10 məhsula. 12 manatdan dəyərli, gözəl kalitəli məhsul alırlar. Bunun nəyinə baha deyə bilərlər? Bax, Dənilə xanım, mən də deyirəm ki, işi öyrənəndən sonra Bəli, bizim öyrənəndən davamımıza sonra. heç kəs dayana bilməz. Bəli, heç bir kəs. öyrənəndən sonra. Bəli. Ona görə zaman qoymalıdırlar ki, öyrənə bilsinlər. Zamanı Bəli, qoymasalar, bəli, bunu hər hardan zaman- öyrənəcəklər? Bəli, bəli, seminarlara Sonradan qoşulmaq bilməyəcək. lazımdır. Bunun üçün gözəl ofisdə seminarlar təşkil olunur, Zoomlarda təşkil olunur. Yəni informasiya o qədər ötürülür ki, bayaq dedimi, hər kəsin uğurunun məsuliyyəti öz üzərindədir. Uğur qazanmaq istəyən insan məsuliyyətli yanaşacaq işlə və uğurunu qazanacaqdır. Yoxsa uğur qazanmamaq üçün milyon dənə bəhanə gətirəcəkdir. Eynən. Doğrudur. Mən Çox sağ də olun, başqa bəli. bir cümlə işlədirəm bu suallara. Buyurun canım. Maraqlı deyim. Mən deyirəm ki, məsələn, belə götürək də, qızılın qramını 150 manata satırlarsa, sənə gətirib 70 manata qızıl versələr alarsanmı? Hı -hı. Bu mənim sualımdır. Deyir ki, yox. Deyirəm, şəxsən mən almaram. Çünki o 70 manatsa mütləq ki, o qızıl deyil. Mən ona niyə pul verim demirəm. Nəysə Mən bir özümə- nöqsanı var ki, orada bu 70 deyir. Bəli, bəli. Mən sadə, çünki ətrafımızdakılar əksəriyyəti sadə dildə başa düşür. Biz riyaziyyatı ortaya döktüyümüz zaman çox zaman onu qəbul etmir beyin. Rəqəmlər filan yorulurlar. Deyirəm, mənə gətirib qızılın qramını 70 manatdan təklif eləsələr, mən almaram. Mən gedərəm 150 manatlıq alırım. Çünki əmin olaram ki, mən gerçəkdən də qızıl aldım. Sən alırsansa ged al. Qızılın qiyməti həmişə qızıldır. Keyfiyyətli xam maddə ilə hazırlanmış məhsul qızıldan da qiymətlidir və bizim məhsullarımız qızıldan qiymətli məhsullardır. Lamiyə, Sən özünə onu Lamiyə rəva nə bil. deyilməz. Elə bu sözünüzə qüvvət bir sözdə işlədim mən. Bizim Lalə bronzumuzu tanırsınız, mənim komandamda olan. Bəli, bəli. O Bəli. həmişə deyir ki, birdən deyirlər ki, niyə reklamımız çox yoxdur? Lalə xanım həmişə cavabında bunu deyir. Qızıl satan nə zamandan qışqırıbdı ki, gəl burada qızıl var. Bura vasmıyor deyil ki, manatdan nəsə ki, nə götürsən 1 manatdır. Qızıl Nə satan gözəl. görmüsünüz bir səsini ata başına deyə qızıl satıram, qızıl satıram. Deyil. Nə gözəl. Eyni elə bir şey. Qızılı Elə- hər zaman gəlib axtarıb tapacaqlar. Mən Əlbəttə o ki, bu da onun şəkildə üçün cavab deyil. verirəm hər zaman. Hər kəsə də məntiqli gəlir o sual. Deyirlər, haqlısan. Qısa konkret. Çünki biz rəqəmləri tökəndə bəzilərinə tökürük o rəqəmləri, məhsulları haqqında deyirik. Yeni üzvlərimizə məsələn ilk dəfə qiymətsiz kataloq, onlayn kataloq atırıq. Bəli, Və bəli. çalışırıq ki, onları yayındıraq qiymət mövzusundan. Sənə nə lazımdır? Sənə məsələn üz qulluğu lazımdırsa, sən başını çalışaq, məhsulunu seç. Gerisi ilə işin olmasın. Şirkət sənə o qədər məhsul verəcək ki, sən yalvaracaqsan ki, mən necə edeyim 150 manatı tamamlayayım ki, mən 5 hədiyyə götürüm. Bir Bu də burada şəkildə sadəcə olaraq belə deyək də, aldığınız yeri dəyişirsiniz, mağazanızı dəyişirsiniz. Amma o kimyasaldan uzaq qalırsınız, sağlığınızı qoruyursunuz.
Gedib kimyasal bunu izah eləmək lazımdır ki, gedib o kimyasal məhsulları alanda nə qədər onlar zərər çəkirlər. Həm sağlamlıqlarına ziyan vururlar, həm ciblərinə ziyan vururlar. Bunu izah eləmək lazımdır. Onlar ilk öncədən bu zərərləri görmürlər. Amma tədricən işlətdikcə o kimyasalları görün nə qədər fəsadlar verir, nə qədər həkimlərə pul xərcləyirlər sonra. Bunu izah eləmək lazımdır. Və evdə oturursan, sənə bütün lazımlı olan məhsulları şirkət evinə çatdırır. Zamanını itirmirsən. Sən bir neçə mağazadan artıq məhsulunu alıb və sənə evə çatdırılma olur. Bundan gözəl nə var? Bunu da çalışın, insanlara düzgün şəkildə çatdıra biləsiniz. Eynən. Mənim bir Deməli, dənə suallarımıza baxın. Suallarımız varsa, Buyurun. kimin Cənab sualı mən siz varsa da siz suallarına çox versin, biz də cavablandıraq. Zümrüt müdürüm, mən bir bu qiymət haqqında danışma bir söz demək istəyirdim. Yəni yerinə Buyurun. düşdü. Aha, Mən buyurun. bəzi ersaqçılar məsəl üçün bu məhsulların ona hədiyyə gələn məhsullar olsun. Onu çox ucuz qiymətə məsəl üçün digər insanlara satırlar da. Mənim çox qarşıma çıxır. Çünki mən siz deyirsiniz hara gedirəm ersaqdan danışıram. Məni bir adım elə bir ki ersaq olub da ersaq Cəlalə. Hara gedirəm məni o ahilə çağırırlar. Çünki o Nə qədər gözəl. danışıram, o qədər sevə-sevə danışıram ersaq. Danışım qiymət soruşanda məsəl üçün bəzi insanlar ki qəsdən belə soruşur qiyməti. Biri deyirəm ki məsəl bu qiymətlidir. Mən məsəl masaj kremi falan yerdə o gün lap mən dəli oldum, deyir ki 5 manat almışam. Dedim ola bilməz. Nə danışırsınız? Xanım deyir ki hə bəs dükana gəldi. Deyir ki mən masaj kremi 5 manat almışam. Mən deyir deyə bilmədim onun qiymətində. Yəni mən neçələrdə. Deyir ki 5 dedim ola bilməz. Yəni çox xahiş eləyərdim bütün müdirlərdən. Yəni bunun bir əmr kimi yox, əstəğfurullah. Yəni mən sizdən balacayım, mənim böyüklərim var qabında. Yəni bir xahiş eləyərdim ki, hər bir yəni komandalarına, bütün müdirlər öz komandalarına tapşırsın ki, bu məhsulları belə ucuz qiymətə verməsinlər. Yəni ucuz öz qiymətindən, dəyərindən aşağı verməsinlər. Dəyərsiz eləyiblər. Bunu belə də deyim sizə. Hələnin bir şüarı var. Mən deyirəm ki, Cəlalə xanım, eşidirsiniz Temodan bizi? vururlar, çox ucuz qiymətə vururlar ersağın məhsullarını. Mən nə qədər desəm də ki, Temoya cavabdeh deyil ersaq, amma yenə də eyni şeyi yaşayırıq, gözümüzə soxurlar ki, mənim neçə dənə üzvüm Temodan mal vurduğuna görə uzaqlaşıb. Yəni mən bunun məlumatı vermişəm qanuna. Səsim gəlir sizə. Buyurun Zümrüt xanım. Deməli, Cəlalə xanımın sözünə biz aydınlıq gətirək. Baxın, Cəlalə xanım, durursunuz siz 2000-lik, 3000-lik, 5000-lik malı alırsınız, siz deyək ki, özünüz vurursunuzsa. Bunun üstündə də ən azından bir 200, 300, 500 hədiyyələr də götürürsünüz, düzdürmü? Bir məhsulu, o boyda malı bölsəniz aldığınız məbləğlə bir məhsul sizə gəlib düşəcək 3 manata, 4 manata, 5 manata, 6 manata. O ki, məhsulun dəyərini bilməyən, qiymətini bilməyən, sadəcə karyer baxımından lider olum deyən insanlar bunu ucuz da satacaq, havayı yerə də verəcəkdir. Bunlar çünki işi bilməyən insanlardır. Alverçilərdir bir sözlə Zümrüt xanım, alverçilər. Bu insanları siz neyinəsəz də qarşısı alamayacaq. Biz səhərdən axşama qruplarda bar-bar bağırsaq da, danışsaq da, nə etsək də, töhmət versək də, ay kodu bağlatdırırıq desək belə, bu insanlar öz bildiyini edəcək. Buradan çıxıb hansısa bir firmalara keçə bilərlər onlar. O firmada da o işi görəcəklər. Buradan malı alıb gətirsələr də onu yenə edəcəklər onlar. Yəni bu insanların qarşısı alınmaz insanlardır. Ona görə də ki, sən o insana gələn də həm gör ki, o malı o qiymətə sata bilirmi? Sata bilmir. O müştərini itirdi artıq. Həmin o müştəri onun əlindən çıxıb gedəcək. Gələn də həm o qiymətə verməyən də müştəriyə, müştəri çıxıb gedəcək bir başqasının üstünə. Siz ən ağıllı, ən savadlı belə çalışmayla, siz çalışın sizin ətrafınıza gələn insanları, siz üzv edin. Heç vaxt onlara müştəri kimi mal satmayın və o insanlar gedib kimlərdənsə hədiyyə görəndə, 3 manat aşağı qiymət görəndə, 5 manat yuxarı qiymət görəndə qaçmasınlar ona buna. Siz qeydiyyatlar edin. Gələn üzvə heç vaxt deməyin, gəl sənə bunu 5 manata, 3 manata, 10 manata verim. Deyin, gəl üzv ol, hədiyyəsini də götür. Görün, heç o müştəri sizdən gedər, ona nə qədər təkliflər gəlsə də belə getməz. Çünki orta şirkətin artıq bir üzvüdür. Yəni biz də komandamıza həmişə bunu demişik ki, çalışın satmayın. Sata bilirsiniz, lap gözə satın, qazancınızı artıq edirsiniz. Amma satmaq da deyil, insafdan da, insafla satın.
Mən bir şey deyim burada. Masaj kremini heç vaxt, yəni 5 manata mümkün deyil kimsə versin. Onu Türkiyənin özündə belə, yəni o dediyiniz saytlarda 20 manatdan 18 manatdan aşağı Ay, mümkün deyil. sağ ol. Yəni onu mən baxmışam da, mən buna araşdırmışam. Mən özüm onu satanda masaj kremini 15 manatdan aşağı satmıram. Yəni ondan aşağı satmıram da. Yəni ki, onun hesablayanda da belə, lider koduna qoyanda da belə, yəni 10 manatdan aşağı gəlməsi mümkün deyil də onun. Hələ onun əziyyətini demirəm. Orada çox əziyyət var. Başqa yəni, adamla danışırsan, eləyirsən. Və mən masaj kremi də elektrik kiməsə satıram. Satanda da həmin adamın məqsədi masaj kremini satmaq deyil. Satıram, deyirəm ki, sən məsəl üçün orada bizim sənin tutaq ki, bu ağrını bir gün, 2 gün götürdü, amma sənin başqa şeyə ehtiyacın var. Sənin kollajenə ehtiyacın var, sənin nə bilim qlukozama ehtiyacın var. Yəni masaj kremi prosta tələ kimi deyil. Bir balığı tutmaq üçün bir növ tələ əslində bu yaxşı bir şeydir. Yəni tələ yaxşı mənada deyirəm. Yəni o adam görür ki, bunun effekti var. Görür ki, bu 15 manatlıq malın effekti olsa, deməli 200 manatlığının da effekti olacaq. Gəlir paket alanda alır. Yəni orada bizim masaj kreminin sadəcə bəzi hər adamın ağrıları düzdür, köməyi dəyir məsəl üçün, amma dərindən müalicə eləmir. Bu adamın D3K2 ehtiyacı var, bu adamın kollajenə ehtiyacı var. Yəni o masaj kremi sadəcə adama göstərir ki, hə bu yəni burada var da, yəni burada həqiqətən məhsulları almağa dəyər. Onu yəni ondan sonra artıq onu üz veririk. Paket halında biz satmalıyıq siz daxili məhsulları. müalicənin bərabər istifadə olunmasını tövsiyə edirsiniz Elvin bəy. Yəni əlbəttə, yəni ki, bilirsiniz necədir? Yəni bu adam bir dənə masaj kreminin iş düzəlmir də, belə deyil. Bu adam düzdür. Bu Bəli. Eynən. Mən heç 15 manata da satmaram. Mən deyirəm bizim məhsulumuz 26 manat birinin qiyməti, 40 manat birinin alış qiyməti, üzv qiyməti. Yox, mən Qətiyyən hədiyyə verərəm, amma qətiyyən mən məhsulumu ucuz qiymətə vermərəm. Bəli. 1 manat Həqiqətən mən aşağı 25 verərəm. manat deyirəm, 25 manatdır və Yox, sonra bizim 26 deyirəm mən, 25 də demirəm. Biz Nə bizim qiymət məqsədimiz söhbətini ümumiyyətlə yekunlaşdıraq. Qiymət söhbətini siz nə qədər də desəz, biri qohumdur, biri tanışdır, biri filan kəsdir. Məsələn, baxın, belə buradan qaytarım sizi. Bir qohumumuza götürüb bir dənə masaj kremi hədiyyə ediriksə, gedir bunu filan kəsin yanında baxır, istifadə edir, deyir qəşəngdir, deyir qiyməti neçədir. O itirməmək üçün güya ki, sənə yaxşılıq eləyirmiş kimi, sənə müştəri gətirmək istəyir. Deyəsən qohumunda 5 manat idi bu, o mənə belə satdı. Yəni bunu belə buradan güya qohum yaxşılıq eləyir öz aləmində, amma yaxşılıq eləmir, məhsulu orada ucuzlaşdırır. Yəni burada qiymət hər kəs bir söz deyə bilər. Qiymət sözünü ümumiyyətlə yekunlaşdırıb biz seminarımıza davam edək. Suallar var yenə Zümrüd xanım, buyurun. Suallarımız burada deməli xroniki xəstələrə hansı qida əlavələrini tövsiyə edirsiniz yazılıbdır. Sonra Firəngiz xanım bildiribdir ki, çox gözəl vurğuluyursunuz. Qəndi xanım çox gözəl danışırsınız. Ülkər xanım yenə də Allah razı olsun. sizə ümumiyyətlə gözəl sözlər bildiribdir. Cəlalə xanım həmçinin Cəlalə xanım bir də bildirdi. Hə, Qəndi xanım siz kalsium, maqnezium, D3 vitamini toplusu içsiniz yoxsa yox? Yox, D3K2 o zaman yox idi. D kompleks var, 4'ü birində var idi. Onu soruşurum. Çocuklarımızda. D vitamini onu içdiniz, D3K2 içməmisiniz. Yox, onu içməmişəm. O sonradan çıxdı. D3K2 sonradan çıxdı. Mən 2020-ci ildən danışırdım. Allah yaxşı hədiyələr tözünü. Yaxşı gününüz olsun. Günar xanım da gözəl sözlər istifadə edir burada. Deməli, iPhone alan heç vaxt ucuz telefon işlətməyi sevmir cümləsi. Eynən, Günar xanım, bunu çox düzgün deyirsiniz. Belə, kimin sualı varsa səsini də açıb danışa bilər. Ümumiyyətlə, özünü də göstərə bilər. Qəndi xanıma suallar varsa. İnşallah ki, faydalı ola bildim. İnşallah. Çox gözəl bir seminar oldu. Ağzınıza, ürəyinizə sağlıq. Allah razı olsun. Sualı varsa buyursun versin. Suallar varsa buyurun. Qənirə xanım bunu da qeyd eləsin ki, yəni durmaq yox. Mənim lüğətimdə durmaq yox. Ancaq irəli. İrəli gözəl planlarımız var. İnşallah Allahın izni ilə ayın axırına kimi öncümüz çıxır. İnşallah. Karyerlərimizdə yüksəlmələr gedir. 2 nəfərimiz 27 karyerə gəlir Allahın izni ilə inşallah. Yəni planlar çoxdur. İnşallah buna doğru gedirik, addımlayırıq. İri addımlardan addımlayırıq. Artıq vaxt sıxışdırıb bizi. Bugün Həcər xanım ofisdə liderlərimizə yaxşı bir sual verdi. O sualı da mən də sizə verim Qənirə xanım. Buyurun. 2026-da planlarınız nədir?
2026'ya planlar böyükdür. Allahın izniyle öncülərim inşallah ki bronz olaraq qatılarlar seminara. Allahın izniyle. Özümüz də müdür olaraq Lamiyə xanımla çiyin-çiyinə. Hep beraber. Bu artıq İnşallah, söz olsun mütləq. düşünürəm ki. Sözdür. Söz. Hedefimiz müdürlük. O sözü İnşallah. dünən siz oxuyacaq İnşallah. dediniz sözləri. İnşallah. Sözü dünən Yəni oxuya biz dediniz. Allahın izniyle zəhmətimizi çəkəcəyik. Allah bərəkətini verəcəkdir. İnşallah, mütləq. Allah bayaq qeyd elədim ki, heç vaxt qoyulan zəhməti bəhrəsiz qoymur. İnşallah ki, bəhrəsini verər. İnşallah. İnşallah Qəhvə xanım. Qəhvə xanım. Dəyərli gələcəyin öncüsü. Dəfə xanım hal-hazırda 27 karyerdadır. İnşallah ayın axırına kimi karyerimizi tamamlayıb öncülüyə keçirik inşallah. İnşallah. İnşallah Qəhvə xanım. İnşallah uğurlarınız bol olsun. Amin, amin. Hər birimizin. İnşallah. Allah'ın Şükrüyə xanım izniyle. səsini açıb danışmaq istəyirsə danışsın. Bu gün heç danışmır Şükrüyə xanım. Vəfa xanım sözünü bitirsin, sonra Şükrüyə xanım da buyurar. Gözəl bir günümüz. İnşallah irəli gedəcəyik inşallah. Yəni ki Allah özü kömək olsun. İyi akşamlar hepinize. İyi Ee, akşamlar çok müdürüm. böyle zevkle dinledim. Çok hoşuma gitti. Gerçekten sizi hepinizi tebrik ediyorum. Güzel konulara değindiniz. Ben sadece şunu söylemek istiyorum. Mesela orada pahalılık konusunda çok pahalı denildiğinde ben insanlara hep şu örneği gösteririm. Derim ki çarşıda yani marketten aldığınız deterjan ya da çamaşır tozu onu aldığınızda mesela kaç çok ölçek koyduğunu sorarım. Biliyorum ki büyük bardakla koyuyorlar çamaşırlarına, makinelerine. Ama bizim deterjanlı öyle diyeyim artık çamaşır tozlarımıza küçücük ölçekle koyuyoruz. Ve buna hesapladığınızda çünkü eski bir marketçiyim ben çünkü o yüzden söylüyorum. Hesapladığımızda bizim ürünlerimizin çok daha ucuza geldiğini kanıtlatıyorum onlara. Yani bu durumda inanın ki ben yıllarca zaten herkes çok iyi bilir. Altın önce olana kadar ben hiç müdürlük hiçbir şey düşünmedim ve market çalıştırıyorduk. Oğlumun marketi vardı. Ne zaman platin önce olduktan sonra marketi kapattık her neyse. Yani bu ölçümü gösteriyordum ve oğluma rakiptim. Düşünebiliyor musunuz? Bir markette ben Ersa'yı anlatıyorum. Oğlumun işine engel oluyorum. Fakat benim görevim Rabbimin bana verdiği bu imkanı insanlara anlatmakla yükümlü olduğumu düşünüyorum. O zamanları şöyle derlerdi bana. Ya abla sen burada işte marka söylemeyeyim bunu satıyorsun ama onun yanında her sayı nasıl anlatıyor? Böyle boş kutuları koyuyordum çünkü yasak raflarda ürünlerimizi satmak. Onları izah ediyordum. İnanın ki çok güzel yol aldım o şekilde ve ben şöyle diyebilirim ben demek istemiyorum genel olarak iyi bir parakedenciyim ben. Yani organizasyon hiç çalışmayı düşünme demiştim. Fakat Allah razı olsun az önce laftan lafa geçiyorum çünkü kafam çok dolu yıl sonu. Ganire Hanım dedi ki bronzum bir sürü şehirde insanı tanıyoruz bir sürü şehrimiz var diye. Ben de tek bir kişiyle siz sevgili Azerbaycan grubumu bulmuş oldum. Sizleri tanımış oldum. Sadece bir kişiydi. Bir kişiye glukosamin vererek Zemfire Hanım'a bir tane glukosamin vererek ben Azerbaycan'ı tanıdım. Ve ekibim tek glukosaminden yola çıktık. Ve benim ilk olarak Azerbaycan'a geldiğimde büroyu açmaya gelmiştik Bekir Bey falan birlikte. Sağ olsun Lamiye Hanım Allah razı olsun çok ilgilenmişti bizimden. O zaman böyle yeni altın önce olmuştum. Ve kocaman bir aileye sahip oldum ben. Tek bir ürün düşünebiliyor musunuz? Fazla bir şey değil. Tek bir ürün ama az önce konuşmaları çok dikkatli dinledim. O ürünün hakkında verdiğiniz ürünün hakkında bilginiz tamsa, bilgi donanımlıysanız o kişiyi mutlaka elde edersiniz.
Yani çok arkadaşımız var şunu yapıyor. Ben bunu satayım para kazanayım. Aslında o kaybetmiş oluyor. Altın yumurtlayan tavuğu kesmiş oluyor. Tek bir ürünü satarak. Ama onu doğru bilgi verirsen, doğru ürünü verirsen, çok değil. Onun ihtiyacı olanı verirsen ama. Onun ihtiyacı olan ürünü verip de sonuç aldırırsan ya da bir de takip edersen. Bakın, takip çok önemli. Ben bu malı sattım ama sattım ya parasını alayım değil. Bu olamaz, olmamalı. O kişiye o ürünü verdiğinde sonuç aldırın. Ve hikayesini dinleyin. Mesela tansiyon hastasına glukosamin verirken çok dikkatli olmamız gerekiyor. Evet. Bunları bilinçli hareket edersek o kişiyi kazanırsın. Yani dedim ya ben pek organizasyon çalışacak kişi de değildim. Yani öyle hiç düşünmüyordum. Parakendeciyim ben diyordum. Çünkü parakende olmazsa da olmaz. Bakın organizasyon güzel ama parakendecilik de güzel. Sıcak para. Ne demek istediğimi anlatabiliyorum değil mi? Ürün satarsın. Mesela ben hep şunu yaparım. Ya yıllardır bunu 2014 yılında Kasım ayında ilk öncü olmuştum ben. Ve ben 15 gün içinde öncü çıktım. Hemen ardındaki ayda öncü çıkartmıştım. Ve her gidişimde kariyer atlayarak gittim seminerlere. Fakat işimi iş olarak yaptım. Konfor alanımdan çıktım. Bizim konfor alanımızdan çıkmamız gerekiyor birinci kuralımız. Ve insanların hikayesini doğru dinleyip ben bundan çok para kazanayım, çok ürün vereyim değildir. Bir glukosaminle de iş görürsün. Bir akgünlükle de iş görürsün. Bakın çünkü onun o anda belki parası yok. Niye hepsine veriyorsun? Bir tane klimbal masaj kremi. Mesela ben kendi rahatsızlığımdan sadece o zamanlar gıda takviyeleri pek yoktu. Duş jelinden sonuç aldım sedeflerime. İnanç. Bu beyinde bitiyor. Eğer ben bundan memnun kalacağım, ben bunu kullandığımda iyi olacağım derseniz iyi olursunuz. Şu beyinde bitiyor. Aynen. Ve ekibe de her zaman onu derim. Bak yine dün önceki akşam da dediğim gibi ne olur puanlarınızı ziyan etmeyin. Bunu aşılayın. Kopyalatın. Mesela şunu söyleyeceğim. Geçen toplantıda demiştim. Ben müdürümü gördüğümde hiç doğru önce çıktım. Hemen ardından seminere gittim. Yani üyelikmiş, öncülükmüş. Çok da fazla kafama takılmamıştı. Gittiğimde ve Ali müdürümü gördüm. Baktım dedim ki yani bu görüntüde değil, görüntü değil. İnsanların kimin ne yapabileceğini anlayamayabiliyoruz. Evet. Ve ben de o gün Ali müdürüme ilk lafımı hiç unutmuyor sağ olsun. Çok sevdiğim bir müdürüm benim de. Müdürüm ben sizi geçeceğim demiştim. İlk lafım bu olmuştu ona. Ganire Hanım'ın orada öncü çıkınca bronzlara imrendi. Gıptayla baktığı gibi ben de müdürüme bunu söylemiştim. Ve her zaman kariyer olarak ama müdürlük olarak değil, kariyer olarak her zaman müdürümü geçmişimdir. Çünkü bunun en güzel tarafı niye bunu söylüyorum? Bize engel yok. Herkes sponsorunu geçebilir. Evet. Biz özgürüz. Biz bunu aşılarsak ekibimize çok güzel yol alırız. Müdürüm biz de sizi geçeceğiz. İnşallah. Ay ben çok mutlu olurum. Bunu hep söyledim size. Geçin beni diyorum ya geçin. Her İnşallah zaman da müdürüm. söylerim ekibime diyorum ki beni geçin. Ya nasıl olacak bilmeyenler ilk zamanlar biz çok sıkıntı yaşadık. Sizler yoldaki taşları toplanmış asfaltta çıktınız. Evet. Biz aynen. onun sıkıntısını çok yaşadık. O Müdürüm, taşlı tarlalardan biz geçtik. Ben müdürüm, ilk Azerbaycan'a geldiğimi de çok iyi hatırlıyorum. Yani ne sıkıntılarla geldik. Ama şimdi imrenerek bakıyorum ne kadar güzel müdürler olmuş, ne kadar güzel böyle aile oluşmuşsunuz. Mutlulukla bakıyorum. Ama bizim o zamanlarda onlar yoktu. Saatlerce anlatırdık. Şimdi önümüzde sadece evet çok güzel ama çok pahalı. İşte bunu eğer aradaki farkı bilip onlara aksatırsanız mutlaka o ürünü alacaktır. Ucuz pahalı değil.
Şunu da söylemek isterim. Bir ürünü anlattığımda karşımdaki kişinin hayır alamam deme şansını bırakamam. Çünkü benim hayatımı yaşamam için bir arkadaşıma, bir dostuma kafeye götürmek için minimum 1000 TL. Bir kahve ısmarlamam için, bir çay benim satış yapmam gerekiyor ki o kişiyi oraya davet edebileyim. Neden bunu söylüyorum? Sıcak para diyorum. Çünkü sıcak para bizim cebimizde olmak zorunda. Benim şeyim bu. Yani çalışma sistemim. Çünkü niye bunu söylüyorum? Ben çok yıllar öncesi yurt dışında yaşarken 30.000 kişilik bir toplantıya katılmıştım. Ve orada bir Jim Rohn vardı. Bir araştırırsanız internetten iş felsefecisi profesörü vardı. O demişti ki o zaman çok da anlamamıştım. Paris'teydim. Dedi organizasyon kurarsanız zengin olursunuz ama parakende yaparsanız gününüzü kurtarır daha güzel yaşarsınız demişti. O yüzden iki taraflı yürütün ama ne olur tekrar söylüyorum bilgi dolanımlı olun. Sağda bilgi dolanımı. Bir de benim en çok insanları yaptığım konu mesela değerli bronzum dedi ki çantamda şu vardır bu vardır. Benim de en çok çantamda ne vardır biliyor musunuz? Islak mendil, cep mendilim, küçük aparatlık kolonyam. Bu çok işe yarar. Nereye giderseniz otobüse de binsen mesela çok zaman ben arabamı kullanmam. Halk otobüsüyle giderim. Metro ile giderim. Niye onu giderim? Kendi arabamla gidersem tek gidiyorum. Ama halk otobüsünden metro ile giderken çok kişiyi görüyorum. Evet. Ve mutlaka kolonyamı çıkarır, oturacağım yere, elimi tutacağım yere sıkarım ya da ıslak melimle silerim. Yanımdakine de ikram ederim. Onun farkını ona gösteririm. Evet. Benim bu çok işime yaradı. Hele de Covid zamanlarda inanılmaz işime yaramıştı. Tavsiye. Herkesin bir yolu farklıdır. Ama dediğim gibi parakende de organizasyonda güzel. Fakat organizasyonunuza çok iyi sahip çıkmanız gerekiyor. Bilgilendirmeniz gerekiyor. Onlara mesela ben çok uzakım Azerbaycan'a. Keşke oralarda olsam. Fakat yine de buna da şükür Zoom'ları da falan görüşüyoruz, anlatıyoruz. Yani çok dağınık şekilde çalışan bir kişiyim. Dediğim gibi inanın size şunu söyleyeyim ben çok zaman gün boyu ayakta yemek yiyorum. Bir taraftan bilgisayardayım bir taraftan sizinle konuşuyorum. Çünkü neden? Biz bu yola baş koyduk. Biz bu yolumuzu ve insanlara faydalı olmak istiyorum. Ben niye bunu bu kadar çok isteyerek yaptım? İnanın hiçbir zaman ilk etapta asla parayı düşünmedim. Çünkü sağlığımı düşünüyordum. Evet ben iyiydim ama sağlık yoktu. Ve sonra Rabbimin bana verdiği bu nimeti insanlara sunmak istedim. Ben iyileştiysem dedim herkese anlatmam lazım. Herkesi iyileştirmem lazım. Ve bu benim için dedim bilginin de zekatı vardır diye yola çıktım. Şükür şimdi de karşınızdayım. Çok konuştum galiba. Sahi konuşmaya başlayınca hiç susmam ben. Aynı böyle doktora gittiğimde de kontrola. Doktorun da kafası karışıyor böyle. Bırakıyor işi gücü beni dinlemek zorunda kalıyor. Xanım, çox gözəl danışdınız. Çox gözəl, maraqlıdır bizə dinləmək. Bir de o mesela ürəyinizdə də istəyirsiniz ki, Azərbaycanda olmağı düşünürəm. Bir gün onu da istəyərik, gələsiniz, onu buranı yapacağım. ziyarət Allah edəsiniz. nasip ederse. İnşallah. Şükriye Bir de müdürüm şunu çok söylemek istiyorum. Ne olur doktora gittiğinizde, hastaneye gittiğinizde mesela koskoca şehir hastanesi var bizim burada. İnanılmaz bir köy gibi, büyük bir şehir gibi. Her gittiğimde hangi doktora gidersem gideyim ya da kimi götürürsem ablamın olsun. Hep böyle biraz insanları doktora götürüp getiririm ben. Benim için de güzel reklamdır bu. Her gittiğimde doktora ya duş jeli ya kolonya ya da ıslak mendil götürürüm. Orada kullanırım. Bu vaziyeti duymayanlar, bilmeyenler Ersa'yı tanımış olur.
Biraz Çok güzel. tavsiye benimki. Tabii ki sizler daha iyi bilirsiniz diyeyim. Bu şekilde hareket ederseniz çok daha güzel olur. Bu arada Hacer Hanım'ı Allah. görüyorum. Çok güzel görünüyorsun. Hayırlı akşamlar diliyorum. Çok Beni güzel, dinlediğiniz Şükriye için müdürüm. teşekkür ederim fırsat verdiğiniz için. Allah razı olsun müdürüm. Çok Ee, güzel Sizleri danışdınız. seviyorum. Biraz Kendinize mən çok də iyi bakın. istəyirəm əlavə eləyim ki, yəni bizdə bir gözəl deyim var. Deyir, qaz əti gələn yerdə toyuğu əsirgəməzlər. Biraz əli açıq olub paylaşa bilsək, onun bizə dönüşü çox gözəl olacaqdı Allahın Çok izniyle. güzel oluyor ama. Çok pardon, çok özür dilerim. Sözünüzü kesiyorum. Aslında biz en büyük hatayı fazla hediye vermekte yapıyoruz. Fazla Bugün bunu yok anladım. müdürüm, fazla Ve yok. şöyle bir şey. Hayır, bakın. Alan el, veren elden daha hayırlıdır. Onu bilirim. Fakat bizler ne yapıyoruz biliyor musun? Kendi adıma söylüyorum. Yakınımıza o kadar çok hediye veriyoruz ki ve onların satın almasına mani oluyoruz. Evet. Bunu da dikkat etmek gerekiyor. Evet, hediyeleşecek, çok güzel, hediyeleşmek sünnettir. Fakat aşırısı da zarar, bize zarar getiriyor. Bunu bir düşünürsek ne demek istediğimi anlayacaksınız. Aşırı yok müdürüm ama en azından hansısa bir küçük bir məhsulumuzu Ya onu tanıtmak zaten için vermezsek biz olmaz. onu vermeliyiz. Tabii vermezsek olmaz zaten. Fakat mesela ben 3 tane eve bakıyorum. 3 eve. Şöyle 3 eve. Yani 3 evin tüm gereksinimine, ersayla ilgili her şeyi ben veriyorum. Ve o kişi, hani gelinim olsun ya da ablam olsun ya da o bir daha üye olup alır mı almaz, nasıl olsa Şükriye getiriyor çuval çuval, sepet Evet. sepet. Onu demeye çalışıyorum. Evet, anladık müdürüm. Allah razı olsun. Özendirelim. Farkına vardıralım ama çok fazla da vermeyelim. Onları kayıt edelim. Ellerini taşların altına koysunlar diyorum. Çok doğru. Öyle yapalım. Allah razı Çok güzel olsun. danışdınız. Hem Amin. Şükriye Hanım, hem siz Qənirə Hanım. Ağzınıza, ürəyinizə Allah razı sağlıq. olsun. Müdürünüzün də, sizin də. İnşallah tez zamanda yolunuz müdürlüğü olar. Tez zamanda İnşallah. komandanızda daha büyük İnşallah uğurlar əldə ne edəsiniz. hoş almak ki Zümrüt Hanım neyse ötürə bildimsə, neyse bir faydam Çox ola şükür. bildisə komanda üçün ne hoş alma. Aha, Çox əlavələriniz sağ var mı? olun. Yoxsa Qənirə yekunlaşdırasınız? xanım çox sağ olun. Şüriyə xanım çox sağ olun. Təşəkkür eləyirəm. Sağ olun. Çox şeylər öyrəndik Teşekkür ederim. sizdən. Hakkınızı Həqiqətən helal var edin olasınız. inşallah. Değerli Şüriyə xanım, zamanınızı sizi aldık. Allah razı olsun. sevindim. Çünki siz mənə indi hamıdan yaxınsınız mənə burada. Sevil Elə Hanım bir- Türkiye'dedir. Hamıdan Sevil yaxın Hanım'la mənə Türkiyə Her gün xanımdır. konuşuyoruz biz Sevil Hanım'la, sağ olsun. Her gün konuşuyoruz. Maşallah, maşallah. Əməyinizə sağlıq, Qənirə xanım, Şükriyə